Salam, əziz izləyicilər. Bugünkü sınağımız sınaq 5, dəyər sınağıdır 9-cu siniflər üçün. Buyuraq suallara baxaq. 5-ci sualdan başlayaq. 5-ci sualımızda bizdən compound noun, biz bilirik ki, mürəkkəb isimdir və cavablara bir-bir baxsaq, cavab mother, land 2 söz, school, work 2 sözdən ibarətdir. Düzgün cavabımız A variantıdır. Və 6-cı sualla davam edək. He is a university student. Biz bilirik ki, university samitlə tələffüz olunduğundan biz ən artiklını silirik və student sayıla bilən isim olduğundan boşluq yaza bilmərik. Belə ki, bizə E artiklı olacaq. Digər tərəfdə playdən sonra biz bilirik ki, musiqi aləti gələndə Z artiklı yazırıq. Düzgün cavab C variantı olacaqdır. Növbəti suallardan davam edək. 7-ci sualla, belə ki, 7-ci sualımızda biz bilirik ki, cümləmiz inkardadırsa, didn't, biz sonu yaza bilmərik. Daha sonra did köməkçi feildirsə, biz do'nu yaza bilmərik. Naizedən sonra mübtada gəlməz. Düzgün cavab C variantı. 8-ci sualla davam edək. Burada borrow, götürmək. The student borrowed the textbook from the library for 2 weeks. Götürmək, dandən bizə sözünü lazım olacaq. Düzgün cavab B variantı. 9-cu suala davam edirik. Zaman budaq cümləsidir. While bağlayıcısından sonra biz baxırıq ki, keçmiş zamandır. Keçmiş zaman olduğuna görə B cavabı is olmaz. D have olmaz. C variantı does olmaz. A və Y variantı qalır əlimizdə. Student sözü cəmdə olduğuna görə düzgün cavabımız Y variantı olacaqdır. 10-cu sualla davam edirik. Modalarla bağlı sualdır. Nöqtələrdən sonraki to bizə kömək edəcəkdir. Could-dan sonra to gəlməz, can olmaz. Daha sonra Z-dən sonra was işlənməz və digər tərəfdə cümlə keçmiş zaman olduğundan are işlənməz. Düzgün cavab D variantı olacaq. 11-ci sualla davam edirik. Please turn off the lights, you leave the classroom. Sən otağı tərk etməmişdən əvvəl please, xahiş edir, işığı söndürəsən. Əvvəl sözü lazımdır. Düzgün cavab Y variantı olacaqdır. 12-ci sualla davam edirik. Close meaning yaxın mənalı sözlərdir. Smart, clever ikisi də ağıllı. Düzgün cavab B variantıdır. 13-cü sualla passive voice məchul növdür. Məchul növdə bizim birinci qaydamız tamamlığı tapmaq, ikinci qaydamız isə zamana diqqət yetirməkdir. Biz bununla riayət edək. Demək ki, cümləmizdə tamamlıq və bilirik ki, xəbərin yanında gələn söz tamamlıq. Tamamlığı çəkirik əvvələ, the mail və ikinci zamana diqqət edirik. Zaman indiki zamanda olduğundan biz bilirik ki, indiki zaman düsturu to be əmizar, üstəgəl P2. Mail təkdə olduğundan is və iki variantımız is var və sonda P2 olmalıdır. B variantında idi çatmır. Ona görə düzgün cavab C variantı olacaqdır. 14-cü sualla davam edirik. Antonim remember xatırlamaq və bunun əksi unutmaq. Düzgün cavab A variantıdır. 15-ci sualla davam edirik. Sözlə bağlıdır. To delay doing something that you should do. Usually because you don't want to do it. Delay təxirə salmaqdır. Nə isə təxirə salmaq, hansı ki, sən onu gərək etməliydin və adətən istəmədən, you don't want, istəmədiyindən etmirsən, yəni təxirə salmaq sözü düzgün cavab C variantı olacaqdır burada. Digər sualla davam edirik. 16-cı sual. Is a process of learning to read or write. Yazmaq, oxumaq prosesi, literacy cavab B variantı olacaqdır. 17-ci sualla açıq sualdır, uzlaşmadır. Biz bilirik ki, söz önü işlənəndə söz öndən əvvələ baxırıq və burada diqqət edirik ki, bottle sözü cəmdə olduğundan are, yəni xəbərimiz də cəm olacaqdır. Düzgün cavab 1-2 olacaqdır. Short tekstlərlə davam edirik. Diqqətlə oxuyaq. Dear David və adlara fikir veririk. Məktub Davidə yazılıb, ancaq məktubu yazan Markdır. Hi, how are you? I am writing to tell you some good news.
Salam, necəsən? Mən sənə məktub yazıram ki, yaxşı xəbərlər demək üçün. I have a new job at a big library in the city center. Şəhər mərkəzində böyük kitabxanada yeni işim var. I love it because I can read many interesting books every day. İşimi sevirəm çünki hər gün maraqlı kitablar oxuyuram. My colleagues are very kind and helpful to me. Mənim yoldaşlarım mehriban və yardımsevərdir mənə. Why don't we meet for a coffee this Sunday afternoon? Nəyə görə biz bugün görüşməyək? I want to tell you more about it. Mən bunun haqqında daha çox sənə deyəcəm. Düzgün variant Y variantıdır. Mark invites David to meet and talk about his new job. Tərcümədən də artıq bəllidir. 19-cu sualla birbaşa cavaba keçmək istəyəcəm vaxt itirmədən. Düzgün cavab C variantıdır. People can get a free toy if they buy pet food today. İnsanlar deyir pulsuz oyuncaq alacaqlar əgər onlar ərzaq yemək alsalar. Belə ki burada verilir if you buy a bag of food today you will get a free toy for your pet. İzahı burada verilmişdir. Düzgün cavab C variantıdır. 20-ci sualla davam edirik və birbaşa cavaba keçmək istəyirəm. Cavab Y variantıdır. Jane will message Sarah late tonight because her flight is delayed. Jane Sarah'a mesajı geç çatdı çünki onun uçuşu təxirə salınmışdır. Bəli, burada birinci cümlədən artıq deyir. Romaya uçuş gecikir və ona görə məktuba geç çatacaq. Düzgün cavab Y variantıdır. Növbəti sualımızdan davam edirik. Mətn suallarımıza baxırıq. Mətn suallarımızdan birinci səhv istəyir. Düzgün cavab burada C variantıdır. Bir variantları müzakirə edək. A variantı niyə səhvdir? Düzdür. Dog and people live in the rocky region in Mol. Və bu sualın cavabı bax burada birinci cümlədə verilmişdir. Bu düzdür. B variantına baxaq. Dog and build their houses on high cliff to stay safe. Öz evlərini hündür qayalarda tikirdilər, sağlam, təhlükəsiz qalmaq üçün. Sualın cümləmiz burada verilmişdir, baxa bilərsiniz. D variantı, dog and artist create tall wooden mask. Wooden taxtından hazırlamış maskalar burada qeyd edir. Bunu tapaq, men wear these tall mask downstairs. Cavabıdır. Y variantı, dog and grow crop like onion. Like burada kimi, sözünün kimi çıxış etmişdir. Soğan kimi torpaqlarında əkirlər. Like bunu onion, millet bu hissədə verilmişdir. Düzgün cavab C'dir. 22-ci sualdan davam edək. What's the passage mainly about? Mətin nə haqqındadır? Bu sualın cavabı əksər hallarda, bir çox hallarda birinci cümlə ilə bağlı olur. Birinci cümlədə diqqət edirik. Doqan insanlardır. Hansı ki Mali West Qərbi Afrikada yaşayır. Bu insanlardan danışır. Onların adət, ənənələri, həyat tərzindən, tarixindən. Düzgün cavab D variantıdır. 23-cü sualla davam edirik. 23-cü sualda Doqan village were built on cliff because onlar qayalıqda tikilmişdir. Səbəb bunu mən 20-ci sualda izah etdim. Burada da qeyd etmişəm. Çünki təhlükəsiz qalmaq üçün düzgün cavab A variantıdır. 24-cü sualla davam edirik. What's interesting about the Doqan and the Star series? Bu sual 3-cü abzasdadır. Interesting Doqan is traditional called series. They knew many secrets. Bu sualımızın cavabıdır. About the star long before scientists big had built teleskop. Alimlərin böyük teleskopu olmamışdan əvvəl onların artıq məlumatı var idi. Düzgün cavab burada D variantıdır. Artıq sualımızın cavabıdır. 25-ci sualda düzgün fikir istəyir. Düzgün fikir 3-4-dür. Gəlin mətndən tapaq. Doqan houses are constructed using mud stone. Bunu biz burada qeyd edək. Evləri palçıqdan və daşdan tikilirdi. 4-cü sualda qeyd edir ki, Toqun is a place where men discuss village matters. Toqun elə bir yerdir ki, kişilər orada hadisələri müzakirə edirlər. Bu sualın da cavabını baxaq. Buranı təmizləyək ki, aydın olsun. Toquna is a place talk about decision. Bu sualımızın artıq cavabıdır. Bu qədər videonu izləməyi, like etməyi unutmayın. Çox sağ olun.